insanın niyyətləri, istəkləri gizlidir. Bəzən insan bilir nəyə gizlədir içində. Bəzən isə özü də özündən xəbərsiz olur. Bilmir ki, içində nələr gizlədib öz-özündən. Bəzi şeylərin gizli qalması pis şey deyil. Bəzi şeylər elə gizli qalmalıdır. Məsələn, kiminsə eybindən xəbərdar olmusan, kiminsə bir pis işindən, eybindən, nöqsanından xəbərdar olmusansa, onu gizlətməlisən. Açıb demək olmaz. Hədisdə var, İmam Rıza aleyhissalam buyurur ki, eyibləri örtməkdə Allaha oxşuyun. Allah səttarul uyubdur, eyibləri gizlədəndir. Siz də eyibləri gizlətməyə öyrəşin. Başqa bir hədisdə İmam Rıza aleyhissalam buyurur ki, kim bir nəfərin eybini bilsə, saxlasa ki, bir gün lazım olsa üzünə vuraram, açaram, biabır eləyərəm. İmam Rıza buyurur ki, mən İmam Rıza özümə vacib buyurmuşam ki, özümə vacib bilirəm ki, hər gün o adama lənət oxuyum. O İmam Rıza ki, rəhmət imamıdır, mehriban imamdır. Deyir, eybi gizlədib saxlayan kiminsə eybini və vaxt gözləyir ki, lazım olanda onu açaram, o adama mən lənət oxuyuram. Bunu gizlətmək lazımdır. Bəzi xəbərlər var, insan öz sinəsində onu dəfn eləməlidir, heç vaxt açıb danışmamalıdır və biruzə verməməlidir. Sözüm budur ki, gizlətmək mütləq mənada pis deyil. Bəzi şeylər var, gizlədilməlidir, gizli qalmalıdır. Bəzi sirlər var, insan mənəviyyatı ilə bağlı, o sirlər gizli qalmalıdır. İmamlar deyib ki, bəzi mənəvi sirləri gizli saxlayın. Birinin bir dərdi var idi, gəldi İmam Cavad aleyhissalamdan əlac istədi, İmam ona dua öyrətdi. Dedi ki, amma buna heç kəsə gedib demə. Deyir, duanı oxudu, dərdinə əlac tapıldı. Zaman keçəndən sonra başladı ona buna deməyə. O zaman deyir, yenidən həmin dərd qayıtdı mənə. Mənəvi aləmdə də bəzi məsələlər olur ki, kəramət əhli onu gizlətməlidir, aşkar eləməməlidir. Özündə bir kəramət, məsələn, bir dəfə gördün, olur da bəzən Allah inayət eləyir, birində bir nəsə bir qeyri-adi ki, dərhal gedib ona buna danışma, onu gizləd içində. Sir saxlamaq irfanda çox önəmli məsələdir. İrfanın şərtidir ki, mənəvi sirləri açıb danışma. Bu bir mərhələdir. İnsan irfan yolunda bu mərhələni keçməlidir. Açıb mənəvi sirləri hər yerdə deməməlidir. Hətta Peyğəmbər salavatullah Həzrəti Salmana buyurdu ki, bəzi şeylər var ki, onları gizli elə, aşkar eləmə. Bəzi kəramətləri var idi Salmanın. Hətta Əbu Zər başa düşə bilmirdi. Əbu Zər anlayanmirdi. Həzrət Peyğəmbər də deyirdi ki, onu hər yerdə, hər şəkildə açıb demə, göstərmə. Məqsədi göstərmək deyil, yəni gizlət. Amma bəzi şeylər var ki, onu gizlətmək pisdir. Bəzi şeylər var, onu gizlində eləmək pisdir, bəzi şeylər var, onu gizlətmək içəridə pisdir. İnsanın içində gizli qalan bir pis xüsusiyyətindən də bugün danışacağım, inşallah. Dünən birini dedik, yadınızda da Allah barədə bədgümanlıq. Əvvəl bir hədis və bir ayə deyəcəm sonra. Hədis Əbu Bəsir nəql eləyir İmam Sadiq əleyhissalamdan.
Buyurur ki, İmam Sadiq əleyhissalam buyurur, Mə min abdin yusirru xeyrən illə ləm yəzhəbil əyyam hətta yuzhirallah ləhu xeyra. Buyurur ki, insan hansısa bir yaxşılığı gizlətsə, öz yaxşılığını, Allah mütləq bir gün o yaxşılığı açacaq, üzə çıxardacaq. Və ondan sonra buyurur ki, insan hər bir pis xüsusiyyəti içində gizlətsə, bu pislik bir gün üzə çıxacaq mütləq. Bəzi pisliklər var ki, insanda daxilində var, Allah bir gün zəmin yaradacaq, o pisliklər üzə çıxacaq. Hədisdə var, Allah istəkləri libas eləyib insanın əyninə geyindirər, pis niyyətləri. Bir hədisdə var ki, İnnəmə qədərəllah avnəl ibad bi qədri niyyatihim. Buyurur ki, Allah niyyətləri ölçüsündə adamlara kömək eləyir. Yaxşı niyyətin varsa ürəyində, Allah yaxşı niyyəti həyata keçirməkdə sənə kömək eləyəcək. Pis bir niyyətin varsa, Allah kömək eləyəcək. Kömək nə mənada? Allah pisə kömək eləməz. Yəni, nəzərin çəkəcək üzərindən o pis işi, o pis niyyəti gerçəkləşdirəcəksən. Məsələn, adam kasıb adamları görür, fəqir adamları, yoxsul adamları. Niyyət eləyir ürəyində gizli, arzu eləyir ki, ey, kaş imkanım olardı, mən bu yoxsul adamlara kömək eləyərdim. Bu niyyət ürəkdən keçdi, Allah ya imkan yetirir özünə, ya övladına sonra. O işi görsün. Xeyir niyyətlərimizə görə Allah bizə ruzu da yetirə bilər. Ruzunu niyə arzuluyursan? Çox adam pul istəyir. Pul da bizim zəifliyimizdə, biz bunu arzuluyuruq. Biz deyəndə hamımıza aid deyil, bəzilərimizə. Pul istəmək bəzi yerdə yaxşıdır, niyyətə bağlıdır. Adam var, sərvət istəyir ki, xərcləsin yoxsullara. Bu çox gözəldir, bu dünya istəyi deyil, bu elə axirət istəməkdir. Bu arzunu Allah ürəkdə görəndə nəzər eləyir o qəlbə və onun o arzusunu gerçəkləşdirir, yetirir ona. Yetirməsə neynir? Yetirməsə niyyətinə görə yazır ki, bunu elədi. Qiyamət günü, mən sizə çox demişəm bu hədisləri, oxumusunuz, eşitmişsiniz ki, qiyamət günü bəzi şeylər olacaq əməl dəftərimizdə ki, onu biz eləməmişik. Deyəcək, yaxı, mən bu yaxşılığı eləməmişdim. Allah deyər ki, ürəyindən keçirdin ki, kaş eləyə bilərdim, mən yazdım ki, elədi. Mən belə qeyd elədim. Allahın niyyətlərlə işi var, içdə nə gizlətmişik, onunla işi var. Bu bir nurani məclisdir də, bugünkü məclis. Çox nuranidir bu məclislər. Bura biz hamımız xalis niyyətlə gəlmişik. Mən bilirəm ki, burada oturanların, dayananların hamısı İmam Hüseyin aşiqidir. İmam Hüseyini sevən adamlardır da, başqa bir nə niyyət var ki? Və bu məclis bir nurani fəza yaradır ki, niyyətlərimizi dəyişək, içimizi burada tapşıraq İmam Hüseyinə, həvalə eləyək ona. Qəlblərimiz nuraniləşsin bu məclisdə, o özümüzdən asılıdır, onsuz da nur gəlir qəlbimizə, biraz da özümüz arzulayaq. Hər şey Allahın əlindədir bilin, hər şey Allahın əlindədir və Allah sənə hər şeyi niyyətivə uyğun müəyyən eləyir. Nə gizlətmisən qəlbində, Allahın diqqət mərkəzində sənin qəlbindir. Allah baxır qəlbə, nəzəri qəlbədir insanın qəlbinə və qəlbə uyğun davranır bizlə, ürəyimizdəkinə uyğun davranır bizlə. Dünyada da, axirətdə də. Meyar qəlbdir, qəlbdən nə var, nə yox. Allah hər şeyi ona uyğun tənzimləyir həyatımızda. Ürəyimizin, qəlbimizin halına uyğun.
Ona görə bir adamın qəlbində bir dəyişiklik baş verirsə, bu çox mühüm hadisədir göylərdə, Allahın nəzərində. Qəlbində balaca bir dəyişiklik yarandısa bir adamın, o çox mühüm hadisədir. İndi bax, bu 10 gecədən sonra bizim qəlbimizdə, ruhumuzda ciddi dəyişikliklər baş verib. Çox ciddi. Mümkün deyil insan bu məclisə gəlsin, qəlbində dəyişiklik baş verməsin. Hamımıza aiddir bu, hamımıza, istisnasız. Bu dəyişiklik bizim həyatımıza təsir eləməlidir mütləq, eləyəcək də. Hətta mən deyərdim, ölkənin müqəddəratına bu 10 gecə təsir eləyəcək. Çünki insanların qəlbində baş verənlər sonra başqa şeylərə də təsir göstərir, ictimai münasibətlərə. Allah görürsən, bu 10 gecə Məhərrəmə görə bir ölkəyə nəzər eləyir. Çünki burada insanların qəlbində dəyişiklik yaranıb. Hətta bəzən bu məclisləri bəyənməyənlər də bu məclislərin hesabına neymət əldə eləyir, özləri də bilmir. Qiyamətdə çox sirlər açılacaq, insanlar peşman olacaq. Dünyada da Allah qəlbimizə baxır, bizlə rəftar eləyir, axirətdə də. Axirətdə ancaq baxacaq qəlbində nə var adamın. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ O gün nə mal fayda verər, nə övlad. Quran buyurur. İlla mən ətəllah bi qəlbin səlim. Ancaq pak ürəklə gələnlərdən başqa. Yəni, qiyamətin meyarı ürəklərdir. Allah qəlblərə baxıb cənnətdə yer verəcək, cəhənnəmdə yer verəcək. Hər şey qəlbin vəziyyətinə uyğun təyin ediləcək orada. İnsanın bütün məqamları, yaxşı niyyətlər gizlənən qəlblər, nurani qəlblər, yaxşı arzular olan qəlblər, Allahın sevdiyi qəlblərdir. Allah o qəlblərə nəzər yetirir, insanın özünə, nəslinə təsir göstərir bu. Hər şey dəqiq hesablanır Allahın dərgahında. Özümə və sizə tövsiyəm budur ki, gəlin qəlbimizin keşiyində dayanaq. Qəlb çox mühümdür. Bir nəfər Əhl-i Beyt məktəbində deyildi, başqa əqidədə idi. Çətinliyə düşür, deyir, eşitmişəm ki, Əhl-i Beyt məktəbində bir imam, Musa ibn Cəfər adlı bir imam var. İmamın dövründə yaşayırdı. Nəzir eləyirəm, işim düzəlsə ona nəzir eləyirəm. Deyir, dərhal işi düzəlir. İmamlarla görüşmək qadağan idi. Bu deyir, ünvan soruşsam mən qorxuludur. Deyir, minir deyir ki, demirlər onlar kəramət sahibidir. Mənim bu miniyim bu şəhərdə hərəkət eləyəcək. Harada dayansa biləcəm onun evidir. Əgər kəramət sahibidirlərsə belədilər. Deyir, miniyinə minir gəlir, dayanır, düşür qapını döyür, xidmətçi açır, deyir, filan kəssən, heç bu deməmiş. Gəl, imam səni gözləyir. Gedir, imama deyir, nəzir demişdim filan və mən istəyirəm sizin ardıcılınız olum. İmam baxır, deyir, sən yenə də bizim ardıcılımız olmayacaqsan, amma sənin övladların olacaq. Deyir, övladları İmam Həsən Əskər əleyhissalamın xüsusi sahabələrindən oldular. Bir yaxşı niyyət keçdi ürəyindən, özüvə təsir eləməsə də görsən, nəslüvə təsir eləyir, övladıva təsir eləyir. Bəzilərimiz qəlbimizi o qədər dəyərsiz şeylərlə doldururuq ki, Allah nəzər eləyir, görür, heç bir çəkisi yoxdur bunun qəlbinin. Albom necədir? Müxtəlif fotolar olur albomda. İndi də albom mən var cəmaatda yoxdur, qabaqlar olurdu. Qəlb belədir, müxtəlif şəkillərdən ibarətdir. Arzular, niyyətlər, hərəsi şəkillənib qəlbimizdə. Albomu açanda bəzən qiyamətdə açıb göstərəndə adam özü utanır. Ki, bu nə idi mənim ürəyimdə bütün belə qara-qura şeylər idi. Ya dəyərsiz şeylər. Nə arzular, nə özünə yaraşan şeylər arzuluyursan, gör. İnsan ürəyində gərək yaxşı şeylər gizlətsin. Bu məclislərin çox xeyri var, saymaqla qutarmaz. Bir xeyri də budur ki, bu məclisdəki adam oturur, biri danışır, ya məclisdə
hal tapır insan, bir dənə ah çəkir. Deyir, kaş mən də belə olardım, mən kaş İmam Hüseynin yanında olardım. Ey kaş deyir, o ey kaş hesablanır. Allah o məqamda o qəlbə diqqət eləyir. Və bir də görərsən, bir dənə ah çəkərsən, ah səni dəyişər. Buna inanın, Allah and olsun, inanın. Bəzən Allah nəzərə alır ki, bu filan məclisə getdi, ürəyindən yaxşı arzu keçdi. Bu məclislər həm də ürəyimizdə yaxşı arzular yaratmaq üçündür. Xoş arzular yaratmaq üçündür. İnsan taleyi dəyişə bilər, özünün, övladlarının. Burada biz dualar eləyirik, amin deyirsiniz. Hədisdə var, 40 mömin bir yerə toplaşar. İçində olarsan, görərsən ki, bir neçə layiqlisi var. Dua eləyərlər, Allah bir dənəsinə görə, bir yaxşısına görə, 40'ının da duasını qəbul eləyər. Mələklər deyər, ilahi, bu üslər nalayiq adamlar idi axı. Allah deyər, mən Allaham. Yaxşı deyil, cəm toplaşıb, hamısı amin deyib, birinin qəbul eləyim, o birilərin yox. İndi burada nə qədər adam var, şükür Allaha, bu məclislərdə. Mən ki, dua eləyirəm axırda, mən duamdan çox sizin aminlərinizə inanıram. Burada salih bəndələr şübhəsiz ki var. Və onların aminlərinə hamının duası qəbul olur, görürsən. Bir nəfər salih adamın bu qədər cəmaatın duasını Allah görürsən qəbul eləyər. Allahdan istəyək ki, niyyətlərimizi düzəltsin, pislikləri qopartsın ürəyimizdən. İmam Hüseynin çox şeyə gücü çatır. İmam Hüseyin əleyhissalamın gücü çoxdur. İmam Hüseynin qəlb düzəltməyə də gücü çoxdur. İmam öz karvanı ilə gəldi ki, qəlb düzəltsin. Allah o imkanları ona verdi. Bilirsiniz niyə? Bəziləri deyib, İmam Hüseyin Peyğəmbərdən güclüdür. Yox təbii, Peyğəmbərdən güclü adam yoxdur. Məsələ nədədir? Məsələ bundadır ki, İmam Hüseyinə təsir imkanları çox verdi Allah. İmam Hüseyin əleyhissalam ki, bu qədər təsir vasitələri var, bu qədər qurban verdi. Bu qurbanlar qəlbə təsir eləyə bilir. 6 aylıq uşaq bir cür, 3 yaşlı qız bir cür, o sahabələr bir cür, əhl-i beyt bir cür, xanımların mənəviyyatı qəlblərə bir cür təsir eləyir. İmam Hüseyin ağa öz məzlumiyyəti ilə qəlblərə nüfuz eləyə bilir və mən deyirəm də qəlbləri silib süpürür, təmizləyir. Qəlbin bəzən yapışmış pisliklər var ki, heç nə ilə təmizlənmir. Burada bir dənə ah çəkirsən, göz yaşı tökürsən, ürəyin riqqətə gəlir, qəlbdə o çalxalanır, o pisliklər qopur. Çalışaq ki, pis niyyətlərdən azad olaq bu məclisdə. İmam Hüseyinə həvalə eləyək qəlbimizi. Deyək ki, sənin gücün çatır, mən bilirəm. Sən güclüsən, Allah sənə bu gücü verib. Bunlar müqəddimədir, gəlirəm sözün üstünə. Yəqin ki, bugün söhbətim qısa olar. Şam-ı qəribandır, hamımız yorğunuq, amma ki, Əhl-i Beyt hamıdan yorğundur bu gecə. Xanım Zeynəb, uşaqlar və biz də öz yorğun halımızdan onlarla həmrəngi. Ona görə biz bu qapıda heç zaman bezmirik bu qapıdan. Nəinki bezmirik, şövqümüz artır. Yorğunluğun da başqa bir şövqü var, başqa bir ləzzəti var. Bir ayə oxuyayım Hədid surəsindən. Allah buyurur ki, Ləqəd ərsəlnə rusulənə bil-bəyyinat. Deyib, biz peyğəmbərlərimizi göndərdik aydın nişanələrlə. Və ərsəlnə mə'ahumul kitabə vəl-mizan. Onlarla kitab və mizan ölçü göndərdik. Nə üçün? Liyəqumən nas bil-qist. Ki, insanlar ədalət üçün çalışsın. Sonra deyib, biz dəmir verdik onlara, dəmirin faydaları var. Hamısını deyir ki, biz peyğəmbərləri bu əlamətlərlə göndərdik. Niyə görə göndərdik? Nəticə nədir? Nə istəyirik cəmaatdan? Allahın cəmaatdan istədiyi bir cümlədə nədir? Və burada bu ayədir. Biz peyğəmbər göndərdik, ona kitab verdik, filan, filan, filan. Nə üçün? Bu adamlardan istədiyimiz nədir? İstədiyimiz budur. Liya'ləməllah. Allah məlum eləsin. Nəyi? Mən yənsuruhu və rusulə. Öyrənsin ki, məlum eləsin ki, kim Allaha və peyğəmbərlərinə kömək edəcək. Sən demə, Allah bizi yaradıb ki, Allah dostlarına kömək eləyək. Sən deyən namaz üçün, oruç üçün, ibadət üçün, bunların hamısı öz yerində. Amma ümumi toplayanda
hər şey gəlir Allahın dostuna birləşir. Yəni bir cümlə ilə Allah bəzisini seçir insanların içindən. Deyir, görüm kim buna kömək eləyəcək, kim eləməyəcək. Allah dostuna. Və arxasıca buyurur ki, bil-qeyb, kim gizli şəkildə onlara kömək eləyəcək. Gizli şəkildə nə deməkdir? Yəni, gizlində də, tək olanda da Allahın dostuna kömək eləmək haqqında düşünəcək. Hər yerdə fikri bu olacaq ki, İmam zamanəmin imamına kömək eləyim. Hər yerdə, təkcə belə deyə də aşkarda yox, hər bir vasitə ilə aşkarda və gizlində Allah dostuna kömək eləyəcək. Ondan sonra buyurur ki, İnnəlləhə qaviyyun əziz. Kömək deyəndə ki, Allah deyir, çox güclüdür və əzizdir. Allahın köməyə ehtiyac yoxdur. Kömək eləməyimiz özünüzə lazımdır, yəni. Allah çox güclüdür. Yəni, Allah minnət götürmür. Nazla tərpənməyəsən gərək. Məsələn, Peyğəmbər çağıranda necə getmək çox önəmlidir. Gərək içində razılıqla gedəsən. Bugün razılıqla imam zamana yardım eləyəsən. Bugün bizim zamanəmizin imamı qeybdədir. Bizim başımıza aşağı salan budur. İmam qeyb pərdəsindən çıxmayıbsa biz keyfiyyətsiziyik. Bizim məhərrəmimiz lazımi keyfiyyətə gəlib çatmayıb. Bu meyardır. Hər məhərrəm keçir, imam zuhur eləmirsə, deməli hələ o lazımi keyfiyyətə çatmayıb. İmama, Peyğəmbərə kömək eləyəni sənə lazımdır. Keçən dəfə danışdım. İmam Hüseyin ağa getdi Ubeydullah ibn Hürr Cövfinin qapısını döydü. Özü getdi onun evinə. Dedim, istəyirsən ki, səni təmizləyim, gəl mənə qoşul. Bu başa düşmədi. Bu elə bildi, imama kömək lazımdır. Dedi ki, mən özüm yox, at verərəm və qılınc. İmam dedi, atı qılıncı neynirəm? Mənə sənin hidayətin lazım idi. Sənə kömək eləməyə gəlmişdim. Əslində, mənə qoşul deməkdə, demək istəyirəm ki, mən sənə kömək eləyim. Yox cavabı verdi və bədbəxt elədi özünü. Adam hər gün bu fikirdə ola ki, mənim imamım var və mən ona kömək eləyim onun gəlişi üçün. Hər bir xeyir iş görəndə ona kömək niyyəti ilə eləyin. Hər bir xeyir iş görəndə, deyin, mən bunu eləyirəm ki, xeyir dünyada yayılsın, o tez gəlsin. Onu niyyət eləyin ki, mən ona kömək eləyirəm. Allah özü Quranda buyurur. Ki, biz göndərdik ki, Allaha və Peyğəmbərlərə kömək eləyəsiz. Bir nəfər deyir ki, ziyarətə getmişdim, imamın 40-ında, 40-ında getdi, bizə ünvan verdilər ki, gedərsən filan ərəbin evində qalarsan. Orada da bir üstə cəmaat könüllü evində adamları saxlayır, zəvvarları. Deyir, mənə apardı evinə, bizi bir dəstəkdir. Bizə çox gözəl ziyafət verdi. Özü yalvara ki, gəlin bizdə qalın da zəvvarsız. Deyir, yemək yeyə baxdıq evinə, evində ən ibtidai şərait yoxdur bu adamın. Şüşələr qırıqdır, evi çox kasıb vəziyyətdədir, amma yemək çox təmtəraqlı. Deyir, bizə təəccüblü gəldi ki, bu necə olur belə? Deyir, soruşduq ki, sən harada işləyirsən sən? Dedi ki, işiniz yoxdur, mənlə yeməyinizi yiyin. Deyir, yenə soruşduq, yaxşı, çörək yiyin, sonra danışarıq. Yeməyimizi yedik, doydurdu bizi, xidmət elədilər, ali dərəcədə. Sonra soruşduq, dedi ki, mən küçə al verin, əldə şey satırlar, İraqda lap çoxdur. Küçədə gəzib nəsə satırlar, mən deyib, bu alverinlə məşğulan, həyat yoldaşıma da demişəm ki, biz gəl, danışaq, gündəlik qazancımızdan filan qədər, filan məbləğ ayıraq İmam Hüseynin ərbəyinin zəvvarları üçün, ayıraq onu. Xanım da razılaşıb. Deyir, demişəm ki, ola bilər bir gün çörək tapmayaq, ha? Yəni, həmin günün qazancı bizim axşam tox yatmağımıza bəs eləməsin. Az yataq, amma o pul bizə aid deyil İmam Hüseynin. Deyir, razılaşmış. Və deyir, belə də eləyirik, bax, bu imama köməkdir, imama yardımdır. Bu imama cavab verməkdir. Bu neçə gün ki, məclislərə gedirdiniz. Bəzi əzizlər var, çıxa bilmirik, evdən baxırlar bizə. Bu bilirsiniz nədir? İmam dedi, həl min nasirin yansuruni. Bir nəfər yoxdur mu mənə kömək eləsin? Bu, o dəvətin cavabıdır.
Deyir ki, baş üstə gəlmişik. Bu o deməkdir. Kim Allahın dostuna nazla kömək eləsə, Allahın azığı gəlir o adamla. Hələ kömək eləməsə demirəm, biraz ağır tərpənsə. Və bu pis xislətdir. İnsan içində Allah dostuna kömək eləməkdə süstlük xüsusiyyəti gizlətsə, süstlük. Və burada diqqətli olun, xahiş edirəm. Məclislər bitir də, bir məclisimiz qalır imamın üçündə. Bu bəhs demək olar ki, tamamlanır. Çalışaq ki, Allahın dininə, Allahın dostuna, xidmətdə nəinki eləməyək, yox, süstlük eləməyək. Can-ı dildən bu işə. Danışan da belə, eşidən də belə, xidmət eləsin hamı. Biraz naz eləsən, başına bəla gəlir. Ən Allahın xoşuna gəlməyən şeydir. Deyirlər ki, Allahın dininə bu lazımdır, sən eləməyəsən onu. Ümumiyyətlə, Allahın dinindən nəsə lazımdır, bunu haqdan düşünürsünüz ümumiyyətlə? Adam var, heç düşünmür, dünya mənim nəyəm Allah, mən namaz qılıram, gedirəm, sinə vururam, gedirəm evim. Nəsə lazımdır bir xidmət, mən də onu eləyə bilərəm. Onu eləmirəmsə, o süstlük var içərdə, o ən pis xüsusiyyətlərdən biridir. İmam Sadiq əleyhissalam buyurur ki, ənfiq və əygin bil xələf. Buyurur ki, xərclə, xərcdə yəni, xərcdə və əmin ol ki, Allah yerini dolduracaq. Heç kəs Allahın dininə yaxşı işə pul xərcləməklə kasıb olmayıb. Buna əminliklə bilin. Necə yəni? Allahın dininə xərcləyim, pulum qutarsın, acından ölüm. Qutarsa da xərclədiyimə görə deyil, həmişə deyirəm, başqa yerdə səbəb axtar. Xərcləməklə pul azalmır, çoxalır. Bunu yadda saxlayın. Xərcləməklə çoxalır. Allah verəcək, əvəzini dolduracaq. Bir ərəb ərbəyində ağlayırmış, hərəmə üzünü tutub ağlayırmış. Deyirlərmiş, niyə ağlayırsan? Lap belə halsız olub, o qədər ağlayıb. Deyirlər, niyə ağlayırsan? Deyim, mən hər il İmam Hüseyin üçün xərcləyirəm, istəyirəm malımdan nəsə azalsın ki, deyim, nəsə elədim, artıqlaması ilə gəlir yerinə. Deməli, sən məni qəbul eləmirsən, bir də alim olub, deyir ki, yox, qəbul eləməkləri belədir bunların. Qəbuldur sənin bu yaxşılığın, amma yenə də əvəzin verəcək sənə. Onlar xəcalətli qalmır, xəcalətli eləyir hamını. Onların yolunda nəsə bir iş görürsənsə, onlar qəbul eləyəndə əvəzin elə verirlər ki, deyirsən, mən heç eləmədim. 5 manat xərcləyəsən, maddi mənada əvəzini artıqlaması ilə verir. Xərcləyənlər hamısı xəcalətli qalır. Muhammed Ali, Muhammedə salavat deyək. Ondan sonra buyurur ki, və'ləm, qulaq asın, və'ləm ənəhu mən ləm yunfiq fi ta'atillah ubtuliyə bi ən yunfiq fi məsiyyətillah. Bil ki, kim Allahın yolunda xərcləməsə, itayət yolunda, Allah ona belə bir bəla verər ki, günah yolunda xərcləyər. Günah yolunda xərcləyər. Ondan sonra buyurur ki, kim Allahın dostunun yolunda addım atmasa, Allah onu bir bəlaya mübtəla eləyər ki, Allahın düşməninin yolunda addım atar. Allahın düşməninə yardımcı olar. Kim Allahın dostunu köməksiz qoysa, ən bariz nümunəsi Kərbəladır. İmam Hüseynə kömək eləməyənlər, hələ İmam Hüseyn demirəm, Həzrəti Əliyə kömək eləməyənlər, İmam Həsənə kömək eləməyənlər canı dildən Yezdə kömək elədilər. Onların əlində deyildi. Onlar mübtəla olmuşdular bu bəlaya. Çünki bir gün Əli kömək istəyəndə naz elədilər, Allah dediyində baxarsınız haluza. İndi haluza baxarsınız. O sizdən asılı məsələ deyil. Artıq bu ilahi qaydadır. Əlinin ürəyini qana döndərdiniz, görəcəksiniz gününüzü. Gününüz nə olacaq? Gününüz belə olacaq ki, dillərə çoxu pul üçün gəlmişdilər. Yox, onların hamısına pul verən yox idi. Orada 30 bin adama. Onlar pul xərcləyirdilər ki, Yezdin qoşununa silah verirdilər, pul xərcləyirdilər. Necə oldu bu şey? Axı, bunlar Əhl-i Beyt sevgisi ilə yaşayan adamlar idi, Kufə cəmaatı. Bunlar Şamlı deyildi, Kufəli idi. Allahın işinə bax ki, ha deyirəm az danışım, söz uzanır. Allahın işinə bax ki, İmam Hüseynin qatili gəldi, Kufəlilər oldu. Şamlılar olsaydı bu qədər ibrət olmazdı. Səbəb buydu ki, Həzrət Əli deyirdi, mənə kömək eləyin,
belə deyək, lənç tərpənirdilər, süstü eləyirdilər. Allah dedi, indi görəcəksiniz. Siz tam, belə deyək, təmənnasız yezdə xidmət eləyəcəksiniz. Getdilər də, elədilər də. Təmənnasız özdə. Heç kəs gizlətməsin qəlbində o Allah dostuna köməkdə süstlük. Allah dostuna gerək canı dildən deyəsən baş üstə. Sən buyur, mən yerinə yetirim. Sən buyur, mən eləyim. Sevinə-sevinə eləyəsən. Mən bunu keçmişdə demişəm, icazə verin, təkrar eləyim. Bax, Allah dostunu əziz tutmaq lazım idi, kömək eləmək lazım idi. Neynədilər? Tək qoydular. Allah dostunu öldürdülər. Bilirsiniz neynədilər? At çapdırdılar, adına mincurad qoydular. Dedilər ki, örtbasdır eləyərik, yaddan çıxar. Belə fikirləşdilər. Dedilər, bu səhrada bir dəstə adamdır, öldürdü. Heç qəbirlər də qoymadılar, qəbir qazılsın. Ne qoydular? Torpağın üstündə çıxıb getdilər ki, itsin, heç nə qalmasın. Bu ümmətin içindən bir dəstə çıxdı, şükür biz o dəstədənik. Çıxdı, dedi ki, biz belə bundan olmaz belə. Elə örtbasdır elə keçsin. Biz hər il gələcək, deyəcək ki, yox, Allahın dostunu o vaxtı əziz tutmadılar, hörmətini sındırdılar, biz bundan razı deyilik. Bu səskü onu yaşadır ki, yox, o oldu, keçdi deyil bu. Allah dostu ta gələnə qədər biz sakit dayanmayacaq. Yəni, elədik, keçdi. Bu Məhərrəm hadisəsi əzadarlığın bir fəlsəfəsi də budur ki, biz razı deyilik Allahın dostu imam o şəkildə qətlə yetirilsin. Qəlbdə süstlük gizlətməyək Allah dostları ilə bağlı. Deyə bu pis şeydir. Dünən gecə İmam Hüseyin nə dedi? Hamısını yığdı xeyməyə, dedi, çıxın gedin. Kimin ürəyində zərrə süstlük olsaydı, qoyub gedəcəkdi imam, amma heç biri getmədi. Çünki qəlbləri möhkəm kişilər idi. İmama tam itayət eləyən, onun üçün kömək uğrunda bir-birindən yarışan kişilər idi. Mən həmişə, bunu birinci dəfə mən Süleymanın söhbətin bir alimdən eşitmişəm, neçə il bundan qabaq, bəlkə bir 10 il, 15 il bundan qabaq. Sonra da oxumuşam, araşdırmışam o ilə bağlı və hər dəfə də o Süleyman ibn Sürədi misal çəkirəm. İndi görək də nə olacaq axırı. O da indi şəhid olub, gedib cənnətdədir inşallah. Amma amması var. Amması budur ki, Həzrət Əli əleyhissalam xəbər göndərir Süleymana ki, Cəməl döyüşüdür, gəl mənə kömək elə. Deyir, gəldim ağa, gəldim. Döyüş qutaranda Kufəyə gəlir, çıxır bu, gez gəlir. Gez gəlir, qulaq asın, bu ibrətdir tarixdən. Gez gəlir, süst tərpənir. O gələndə deyir, salamun aleykum, ya əmir əl-müminin. Həzrət Əli deyir, Süleyman gəlmisən, amma elə biraz gez gəldin. Döyüş işdən keçib. Deyir ki, ağa, məni danlama, mən səni sevənlərdənəm. Biraz da inciyir, gəlir İmam Həsənə deyir ki, atan əmir əl-möminə dinən ki, sevənlər onsuz da çox deyil, mən də onlardanam, mənə çox danlamasın. İmam da deyir, nə deyim, Süleymana deyir ki, mənim atam hər adama belə deməz, danlamağı da bir odur ki, səni çox istəyir, doğrudan da elədir. Bu hadisə bitir, qutarır. İmam Həsənin dövrü gəlir. İmam Həsən Muaviyə ilə sülh bağlayanda bu gəlir İmam Həsənə deyir, ya muzilləl müminin, ey möminləri xar eləyən, yəni sən sülhə getdin, bizi zəll elədin. Başlayır İmam Həsənə belə sözlər deməyə. İmam da məzlum, qərib İmam Həsən də yad eləyək də, bugün də çox qərib imam idi. Deyir, heç nə cavab edeyim, mən möminləri zəll eləyən deyiləm. Bu cavabı mən elə yandırır ki, yəni mən elə deyiləm. Gedir İmam Hüseynə deyir ki, sən bir danış, sən bir ayağa qalx. İmam deyir ki, İmam Hüseyn deyir, İmam Həsən mənim imamımdır Süleyman. Neysə, bu macəra keçir. İmam Hüseyn əleyhissalam vaxtında Kufəlilərdən İmam Hüseyni dəvət eləyən birinci imzalardan Süleymanın imzasıdır. 4 əsas adamdan biridir İmam Hüseyni çağıran Kufəyə.
İmam gəlir Kərbəlayacan çıxır, xəbər göndərir, Süleyman hardasan, bəs sən məni çağırmışsın, hə, gəlirəm, hə, gəlirəm, hə, gəlib çıxmır. Gəldim, var ya adam, çağırsa deyir, hə, gəldim, biz sən axı gəlmirsən, evdə uşaqla da olur. Hə, gəldim, gəlib çıxmır. Gəlib çıxmır, birdən ayılır ki, İmam Hüseynin başı küfədədir. Bu başlayır başına döyməyə. Başına döyür və deyir ki, mən tövbə eləyirəm, mən imama kömək eləmədim. Gedir, Təvvabin hadisəsini yaradır və şəhid olur. Şəhadətə çatır. İmam Hüseyin yolunda şəhid olur. Amma Süleyman nədən məhrum olur? İndi ki, deyir, Əssalamu aleykə ya Əbu Abdillah. Deyir, salam olsun sənə ya Hüseyin. Və aləl ərvahilləti həllət və finaik. Və sənin yolunda fəda olan ruhlara, onların içində Süleyman yoxdur. Əbədi olaraq o ad silindi orada, yoxdur orada. İndi ki, biz gedirik Kərbəla şəhidlərini ziyarət edirik İmam Hüseyindən, Süleymanın adı orada yoxdur. Süleyman cənnətə gedəcək, amma onların yanına onu buraxmayacaqlar ora. O özünü məhrum elədi ondan. Nə ilə? Pis adam deyildi o. Cənnətə də getdi axırda. Allah da qəribə bəzən belə adamlara da, biz məndən yaxşı adam deyil, mən onu tənqid edirəm burada. Bizim çoxumuz beləyik. Çoxumuz beləyik. Nə idi səbəb? Səbəb bu idi ki, biraz ləng tərpənirdi. Bir balaca süst elirdi. Bir çox döyüşdə də Həzrət Əli ilə olmuşdu. Lazım olanda sakit oturmağa imamla da mübahisə eləyir. Bir cür də bir cür. Belə bir insan idi. Bitirdim sözümü. Sözüm tamam. Bugünkü söhbətimizin nəticəsi budur ki, İnsan içində, qəlbində gizlətdiyi ən pis şeylərdən biri Allah dostlarına kömək eləməkdə süst idi, süst tərpənməkdir. Bunu axtarın, araşdırın, görün, lazım olanda həvəslə meydana gedirsiniz, çıxırsınız, mən nəsə eləyim, yoxsa ləng tərpənirsiniz. Vaxtınızı qoyanda, din üçün nəsə lazım olanda can-ı dildən xidmət edirsiniz, yoxsa yox. Bu, önəmli bir məsələdir. Bu gecə Şam-ı Qəriban gecəsidir. Mən hər il bu sözləri deyirəm, kaş, doğrudan da kaş olardıq Kərbəlada indi. Döyüşdə şəhid olmasaq da, heç olmasa, indi orada olardıq, xanım Zeynəbə kömək eləyərdik. O da bir böyük iş olardı. Uşaqlar üçün çox çətin idi bu gecə. Bilmirəm, göz yaşı tökmüsünüz, yorulmuşsunuz, yorulmamışsınız, mən bilmirəm. Amma bu məclis xüsusi məclisdir mənim nəzərim. Həmişə bu Şam-ı Qəribana özümün bir xüsusi yanaşmam var, bilmirəm. Elə bil o səsküy yatıb, qəribana məclis olur bu məclis, əsrlərin məclisidir. Adama qəribə qəm çökür, çünki bu gecə qəm çökmüşdür uşaqların ürəyinə. O qəm bizə də sirayət eləyir. Çadırlar dairəvi idi, bilirsiniz, dairəvi, arxadan qaçmaq yeri yox idi. Düşmən deyib, biz hücum eləyəndə uşaqlar bizə tərəf gəldilər ki, görəsən bunlar kimdir? Uşaqlar görməyiblər də, öyrəşməyiblər, bu vəhşilərdən görməyiblər həyatlarında. Onlar deyir, hücum eləyəndə uşaqlar deyib, bizə tərəf gəldi, özü də namərd özü danışır. Özü danışır. Deyir, gəldilər bizi qarşılamağa, biz qamçı çıxartdıq. Bir ikisini deyib, bərk vurduq, uşaqlar deyib, qorxdu, qaçmağa da yer yox, hamısı pənah apardı Həzrəti Zeynəbə. Hamısı Həzrəti Zeynəbə pənah apardı. Bilmirəm, xanım Zeynəb neynirdi o qədər yetim uşağın əlindən? Necə sakitləşdirirdi? İmam Hüseynin qızlarından birinin adı da Fatimə idi. Fatimə bint Hüseyin deyir, mən qaçırdım, qamçı ilə məni vurmağa başladılar. Ya Rəsulallah, gəl gör uşaqları, balaları neynirlər Kərbəlada. Deyir, qamçı ilə vurdu, bir qamçı başıma dəyəndə mən özümdən getdim, yıxıldım yerə. Özümdən gedəndə gözümü açdım, bibim Zeynəb alıb mənim dizinin üstünə. Tarixdə bu yazılıb.
Alıb dizinin üstünə deyim məni, gördüm ki, canlandırım mən danışdıqca. Mənə qamçı vurmaqda davam eləyir o namərd. Deyib, bibim də qamçı gələn səmtə qollarım verir, o səmtə, bu səmtə qollarım verir. Deyib, mən baxdım, ağladım, mənə təsəlli vermək üçün dedi ki, əmmətüki, misluki, qızım ağlama, bibi də sənin kimi döyürlər. Zeynəb döyülməyi ilə onlara təsəlli verir qızlara. Qızlar atlar qabağında qaçır bu gecə, İmam Hüseynin o kiçik qızları. Biri deyir, ata çağırır, biri əmi çağırır, biri qardaş çağırır, nalələri səhraya yayılıb uşaqların. Düşmən deyə gördüm bir uşağın ətəyi yanır. Allah hansı ürək dözər əhl-i beytin bu müsibətlərinə? Mən bilmirəm, vallah. Niyə yandırırdınız əhl-i beytin balaları? Niyə belə elədiniz? Niyə belə elədiniz? Ay özünə müsəlman deyənlər. Deyə gördüm ətəyi od tutub yanır. Deyə yaxınlaşdım, deyir, əlin qoydu başına, dedi, şeyx yorulmuşam, soyulmuşam, heç nəyim yoxdur, çox döyüblər məni. Deyir, yox, mən gəlmişəm ətəyin odunu söndürəm. Deyir, odu söndürdüm, deyir, mənə baxdı, dedi, sudan yanıram, su var yanımda. Deyir, çıxartdım, su verdim ona. Su verdim ona. Deyir, gördüm, gedir xeymələrə tərəf, çadırlara tərəf. Deyir, dedim, qızım, hara gedirsən? Dedi ki, bir balaca bacım var xeymədə, o da susuzda aparım, əvvəl o sudan içsin. Deyir, dedim, su qadağan olmayıb, hamıya verəcəklər. Onda deyir, gördüm, başqa səmtə gedir. Baxdım, gördüm, gedir qətligaha tərəf. Getdim, dalıca gördüm, getdi atası Hüseynin cənazəsinə tərəf. Suyu uzatdı ona, ata, sənə su gətirmişəm. Əvvəllər bu məclisdə Rozaxan olmazdı, Allah Seyyid Peymandan razı olsun. Mən zikri müsibət deyərdim, mərsiyə oxunardı. Ona görə biraz uzun deyərdim. Həmişə də Şam-ı Qəribəndə mən 20 ildir bəlkə bunu demişəm. İndi də demək istəmirəm çox vaxt. Çünki deyirəm, məddah var, o məddah oxuyur bu sözləri. Heç ehtiyac da yoxdur, mən uzun uzadı vaxt indi azdan, amma hər dəfə dostlar mənə təkid edirsən bunu dinəm, mən də demək istəmirəm, o mənada yox, mənə xoş deyil, deyirəm, da indi mənim işim deyil bu, amma nəsə belə gətirib ki, dostlar təkid eləyir, bu Şam-ı Qəriban sözüdür, mən məcburam, yenə də bunu hər il olduğu kimi təkrar deyim. Mən bunu şeir kimi görmüşəm, şeir kimi oxumuram, çünki həm vaxt çox aparar, həm də tərəfdar deyiləm, çoxlu uzun şeir oxunsun. Yəni, indi biraz vaxt çox gedir, ona görə də mən bunu həmişə belə nəql eləmişəm, amma şeirdən götürülüb bu. Şair təxəyyülüdür, amma həqiqət var içində. Elə belə heç nədən yaranmayıb. Deyir, bir qız qalıb çöldə əsirlər kərvanı gedib. İmam Hüseynin bir qızı qalıb çöldə, xanım Zeynəbin də qolu bağlı, fəryad eləyir, uşaq qaldı, uşaq da qalıb çöldə. Baxdı, gördü, hamı gedib qalıb tək. Sağa sola neçə yol əmmə səslədi, qaçdı. Deyib, bibisini çağırır, bibi çağıra gəzir səhranı. Gördü, heç kəs yoxdur. Təsəvvür edin uşağın halını. Səsinə olmadı səs, öz səsini eşitdi o çöldə. Səsinə səs verən olmadı. Yazır, kəsildi çarə, o yorğun bala yol üstə oturdu. Gördü ki, əlac yoxdur, oturdu, yoruldu, oturdu. Üzün dolandırdı Şamın yoluna, bibi, heç tutaq ki, qardaşın qızı deyiləm. Axı, Mədinədən Kərbəlaya can yol yoldaş olmuşuq, bəs məni niyə qoydun burada getdin? Niyə məni bu çöldə qoydun getdin? Sonra bacı neyniyər, dərdi olanda qardaşına sığınar. Deyir, Əli Əkbəri çağırdı. Hayandasan Əli, istəylin oldu çöllər əsiri. Gəl gör, bacın çöllərin əsiri olub. Yazırlar, Fatimə-i Zəhra cənnətdə qalanmədi, belə vəziyyətdə. Gəlib o xırda qızın
başını diz üstünə aldı. Başladı uşağı sığallamağa, qızım ağlama, qorxma. Saçların çəkəndə uşağın üzü görsəndi. Baxdı, gördü üzü göyərib. Dedi, gözəl qızım, de görüm üzüvə şillə vuran kimdir? Üzüvü kim göyərdi? Deyir, uşaq özünə gəldi biraz. Xanım, çox sağ ol, məni bu qorxulu çöldə tək qoymadın. Xanım Zəhraya deyir, bilmir nənəsidir. Deyir, mən Peyğəmbər ailəsindənəm, xanım. Sənin bu yaxşılığa görə sənə hədiyyə verərdim, amma bağışda hər şeyimizi soyublar, heç nəyim yoxdur. Xanım Zəhra ona nəvaziş eləyir, bu öz-özünə fikirləşir, ilahi, bu xanım kimdir? Bu qorxulu çöldə gəldi, mənim başımı aldı dizinin üstünə. Deyir, o danışdıqca baxır, öz-özünə fikirləşir, deyir, gözəldir gözləri, eynən bibimə bənzəri vardı. Bibimə yaman oxşayır bu xanım. Elə hey sığal çəkir mənim başıma, görürəm amma, elə hey deyir, məzlum Hüseynim vay, belə deyir. Qərib atamın adını əzbər eyləyibdi dilində. Elə hey deyir, məzlum Hüseynim vay. Ürəkləndi, dedi, xanım, mən ağlayıram, səbəb var, atamın başını niziyə vurublar. Xanım, səndən bir şey soruşum, sənin ölübdü kimin? Sənin kimin ölüb ki, sən belə yana-yana ağlayırsan? Deyir, xanım Zəhra dözənmədi. Burada dilə gəldi, dedi, mənə Fatimə deyərlər, əzizim. Mən sənin nənön Fatimiyəm. Bilirsiniz nə dedi? Dedi, gördüm əvvəl bibündən gireyləndin. Bibündən etmə gilayə, qızım bibündə nə çarə? Deyir, onda uşaq üzünü dolandırdı. Uşaq tez razı olar Şamın yoluna. Dedi, gedən yollar var, ürəyi yaralı canım qurban olsun bibi. Şair belə yazır, bibi gəlmişdim olam qafiləyi qəm sorağında. Açdım gözümü bu gecənin qəmli çağında. Gördüm özümü bir xanım övrət qucağında. Zülfü ağ idi, məcəri qara, üzü nili, dəymişdi bu biçarəyə də mən kimisili. Pəhlusinə qoymuşdu əlin əşkinələrdi, əlin qoymuşdu böyrünün üstünə, qabırğasının üstünə əşkinələrdi. Hər ləhzə oğul vay deyib ağlardı, mələrdi, odlu nəfəsindən atamın ətri gələrdi. Bir oxşamadı ilan tanıdım Suzi dilindən, bildim ki nənəm Fatimədir, öpdüm əlindən. Ondan sonra deyib, bəxtim mənə yar oldu, fələk qoymadı amma. Bir bikəs nənəm gəldi mənim dadıma yetdi, zəcrin səsini aldı, o da bilməm hara getdi. Deyir, zəcr gəldi məni qamçı ilə döyəndə, o da getdi, qaldım tək. Zəcr gəldi, deyir, qamçı ilə döyə-döyə aparır bu uşağı. Özü ata minib, bu da yanı ilə gəlir. Xanım Zeynəb qollarını açdı ki, qızım gəl, haradaydın, dedi, yox, küsmüşəm bibi səndən. Məni çöldə qoyub hara getdin? Burada bibisindən gireyləndi, amma Şamın xərabəsində atasının başını ziyarət eləyəndə dedi, atacan, Allah bibim Zeynəbdən razı olsun. O qədər mənə qamçı vuranda qolum verib qabağıma, heç xəcalətimdən üzünə baxa bilmirəm. O uşağın o balaca ürəyi dözmədi, qəlbi dözmədi. Şamın xərabəsində dünyadan köçdü. Bilirsiniz, təkrar eləmirəm. Apardılar, dəfn elədilər. Mən bunu danışmışam, deyir, hamı ağlayırdı, xanım Ümmü Gülsüm lap çox ağlayırdı. Xanım Zeynəb ona aram eləyir, deyir, bacı ağlama, narahat olma, deyir, bacı bilirsən məni yandıran nə idi? Həmin dünyadan köçdüyü gecə bu qız gəldi, mənə dedi ki, bibi, mən acam. Dedim, qızım, xərabədə yemək qalmayıb. Dedi, su var, bir içim su içim, dedim ki, su da qalmayıb, səhəri gözləyək. Deyir, o da atası kimi aç susuz dünyadan köçdü, məni yandıran budur. Xanım Zeynəb 3-4 nəfərlə Həzrət Rüqəyyəni apardı dəfn eləməyə. Axırda bunu deyirəm, sonra Seyid oxuyacaq. Deyirəm, xanım Zeynəbi istəyirəm bu məclisə dəvət eləyək, yəqin ki, nəzəri buradadır. Və ona deyirəm, xanım, sən Rüqəyyəni dəfn eləyəndə heç kəs yox idi ətrafda. Gəl, bax bu məclisə, gör,
Gör xanım Rüqəyyəyə nə qədər burada ağlayan var, əza saxlayan var. Əla lənətullah, ələl qavmiz zalimin.